Azerbaycan iktidarına sesleniyorum. Haddinizi bilin ya. Bu iki yazın kaldırılması için Türkiye'den rica gitmiş. Bir neçə gün əvvəl Türkiyənin bir sıra media orqanları Azərbaycanın İsraillə bağlı xarici siyasətini tənqid edən yazılar dərc edib. Bunun ardınca Azərbaycan mediası Türkiyə iqtidarını Azərbaycanla bağlı öz ölkəsində yaxşı təbliğat aparmamaqda ittiham edib. İsrail'in yanında savaşa girme gibi bir niyete büründü ve çok ağır sözler söyledi İran devletine yönelik. Hay Allah! Əslində hər şey martın 5-də İrandan Naxçıvana atıldığı iddia edilən dron zərbələrindən sonra başlayıb. İlham Əliyevin İrana qarşı sərt ifadələrdən istifadə etməsi təkcə yerli cəmiyyətdə deyil, həm də ölkə hüdudlarından kənarda birmənalı qarşılanmayıb. Və bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaq. Qonşu ölkə Türkiyədə İlham Əliyevin bu çıxışlarını həm hökumət-yönlü media, həm də rəsmilər tənqid edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın kürəkəni Bərat Albayraka məxsus Turkuaz media qrupunun ATV və A Xəbər kimi orqanları İlham Əliyevin İsrail ilə siyasətini sərt tənqid edən yazılar paylaşıb. Dem partiyasının millət vəkili Ömər Faruq Gərgərlioğlu isə X sosial şəbəkəsində etdiyi paylaşımında İlham Əliyevi İsrail ilə birlikdə İrana qarşı müharibəyə girməyə cəhdi ittiham edib. Diplomatik teamülleri aşan sözler ve bunun sonrası da bir saldırı ihtimali. Böyle bir olay sonuçta Azeri halkını çok büyük tehlikeye düşürecek bir olay olur. Ben bunu da eleştirdim. Yani sen ilk önce git yolsuzluklarını bitir. Git ilk önce antidemokratik yönetimini bitir ey Aliyev. Bir qədər sonra Azərbaycanla İran arasında gərginlik səngisə də, hökumət-yönlü mediada Türkiyənin adı çəkilən xəbər agentliklərinə və Ömər Faruq Gərgərlioğluna qarşı yazılar dərc edilməyə başlayıb. Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Musa Quliyev APA-ya verdiyi müsahibəsində Turkuaz media qrupunu Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparmaqda ittiham edib. Ömər Faruq Gərgərlioğlunun fikirlərinə gəlincə, Quliyev onları absurd adlandırıb və Türkiyə hökumətindən onun toxunulmazlığının ləğvini və həbs edilməsini tələb edib. Tabii bu komik bir durum. Çünkü sen kimsin ki bir Azerbaycan iktidarı olarak Türkiye'de milletin 86 milyonun milletvekili olan birisinin vekilliğini düşürmeye kalkıyorsun. Benim konulmazlığımı kaldırmak gibi bir tehditte bulunup bir yerlere mesaj vermek, efendim benim gözümü korkutmak, bunlar bana vız gelir açıkçası. Ben böyle şeyleri zaten yaşadım da yani. Alnımın akıyla da bu meclise döndüm. Bu milleti temsil ettim. Benim derdim hem Türkiye'de hem Azerbaycan'da baskıcı yönetimler bu baskılarını bıraksın. Halka zulmetmesinler. Bu avtoritar düşüncenin bariz nümunəsidir. Yəni avtoritarizm təkcə idarə etmə deyil. Yəni bir hakimiyyət uzun müddət avtoritar idarə etməklə hakimiyyətdə qalanda avtoritar düşüncə formalaşır. Ona görə də bugün Azərbaycanda hansısa bir millət vəkili çıxıb deyəndə ki, falan dövlətin millət nümayəndəsinin hüquqlarını və ya statusunu əlindən almaq lazımdır. O alternativini düşünə bilmir. O fikirləşə bilmir ki, axı bu adam fərqli fikir səsləndirir. Bir qədər sonra Musa Quliyevin müsahibəsi APA İnformasiya Agentliyindən və bir çox media orqanlarının saytlarından silinsə də, bəzi saytlarda hələ də qalmaqdadır. Həmin yazıda qeyd edilir ki, Azərbaycanda aparılan istənilən ictimai rəy sorğusunda 90-95% Türkiyəni qardaş və dost ölkə kimi qiymətləndirir. Türkiyədə keçirilən rəy sorğusunda isə rəy soruşulanların 20%-i Azərbaycanı düşmən adlandırıb, 13%-i isə hər hansı fikir bildirməyib. Stat. Müşahidələrdən aydın olur ki, Azərbaycan təbliğatında və mətbuatında Türkiyəyə münasibətdə göstərilən həssaslıq heç bir halda Türkiyə təbliğatında və mətbuatında Azərbaycana münasibətdə nümayiş etdirilmir. Azərbaycanı qardaş, dost və müttəfiq ölkə kimi vurğulayan fikirlərə, yazılara nadir hallarda rast gəlmək olur. Tam tərsinə, bir sıra tendensiyalar onu deməyə əsas verir ki, Türkiyədə müxtəlif qruplaşmalar Azərbaycan əleyhinə fəaliyyətlərini bu gün də ardıcıl və açıq şəkildə davam etdirirlər. Çıxıb istənilən bir tənqidi ortaya qoymaq, dərhal bunu yozurlar ki, sən Türk dövlətinə qarşısan, sən Türk millətinə qarşısan və niyə bunu asanlıqla edə bilirlər? Çünki həm media onların əlindədir, həm fərqli fikirlərə açıq olan medialar həddindən artıq məhduddur. Ona görə də insanları rahatlıqla manipulyasiya edirlər və belə bir fonda ortaya bir düşüncə qoyasan ki, bəs əgər kimsə Azərbaycan prezidentini tənqid edirsə, bil ki, o Azərbaycana qarşıdır. Bu birbaşa illərlə Azərbaycanda hökm sürən bir hakimiyyətin yaratdığı bir düşüncə tərzidir.
Dediğim üzere Azərbaycan resmi görüşünü yansıtan bu iki yazı Elə Türkiyə mediasında İlham Əliyevlə bağlı tənqidi yazılar da səhifələrdən yoxa çıxıb. Halk TV efirində bu barədə danışan Türkiyəli araşdırmacı jurnalist İsmail Saymazın sözlərinə görə yazılar Türkiyə ilə Azərbaycan arasında əldə edilən razılaşmadan sonra silinib. Azerbaycan'da 3 gün içinde bu sözün gerekli yerine getirilmezse yazılar görünür hale gelecek. Yeni yazılar da buraya eklenecek demiş. Gerginliği arttırmayalım yönünde bir iktidar tavırları var gördüğümüz kadarıyla. İki iktidar da hani gerginliği düşürelim yönünde bir tavır içine girdi. Fakat benimle ilgili kampanyalarına devam ediyorlar. Devam edebilirler. Benim umurumda değil. Ben sözümü söylemeye devam edeceğim. Millət vəkili deyir ki, başqa bir ölkənin siyasətini tənqid etdiyinə görə onun toxunulmazlığını ləğv edə bilməzlər. Amma cəzalandırmaq üçün başqa bəhanələr tapa bilərlər. Bu cümlemle bana yönelik bir iktidar tehdidi oluşmaz. Ama üstü kapalı başka bir nedenle yaparlar. Arkasında bu olay vardır. Siyasi şərhçi Nahid Cəfərov isə hadisələrin süni şəkildə şişirdildiyini və iki ölkə arasında real gərginliyin olmadığını düşünür. Onun sözlərinə görə müxtəlif zamanlarda iki ölkə arasında bundan daha böyük gərginliklər baş verib. İki dövlət davam ki, bir-biri ilə neftin qiyməti ilə bağlı razılığa gələ bilmədilər. Çox ciddi şəkildə iki dövlət arasındakı münasibətlərdə gərginlik yarandı. Sonra Kipr'in statusu ilə bağlı məsələlər BMT-nin müzakirəsinə çıxanda Azərbaycan səs vermədi o müzakirələrdə. Bu iki dövlət arasında çox ciddi gərginliklərə səbəb oldu. İndiki bu gərginliklər şoudan başqa mən bir şey görmürəm. İlham Əliyevin çıxışlarını tənqid edən türk rəsmiləri və media orqanları ilə yanaşı sıravi türk vətəndaşları da təzyiqə məruz qalıb. Sosial şəbəkələrdə Əliyevlə bağlı paylaşımlar edən bəzi şəxslərin polis idarəsinə çağırılıb dindirildiyi ilə bağlı məlumatlar yayılıb. Totaliter bir yönetim sergileyen bir kişiyi kalkıp Türkiye'de eleştirdikten sonra size yönelik gözaltı veya tutuklama olayı kabul edilecek bir şey değil. Öncesinde de zaten biliyoruz Azerbaycan iktidarıyla Türkiye iktidarının kol kola girdiğini, Türkiye ve Azerbaycan iktidarının birçok konuda işbirliği yapıp antidemokratik anlayışları devam ettirdiğini maalesef ki gözlemliyoruz. Bir iktidar ailesi oluşturulduğu, çevresinin devlet imkanlarından aşırı bir şekilde yararlandırıldığı ve nemalanma, sorgulanamaz baskıcı bir yönetim olduğu apaçık ortada. Azerbaycan halkının baskıcı, antidemokratik bir anlayışla yönetilmesi beni üzüyor. Dost ve kardeş Azeri halkı buna layık değil, bunu hak etmiyor ve o yüzden bu iktidarın uygulamalarını eleştiriyorum. Türkiyəli deputatın fikrincə Azərbaycanla Türkiyə yaxşı münasibətləri olan iki ölkə kimi görünsə də, arxa planda hökumətlər arasında zaman-zaman soyuqluq müşahidə edilir. Türk millət vəkilinin dediyi fikirlər və Azərbaycan tərəfinin bu məsələyə mövqeyi ilə bağlı Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Musa Quliyevin münasibətini öyrənmək istəsək də, zənglərimiz cavabsız qaldı. Müstəqil ekspertlər hesab edir ki, hazırda Türkiyə və Azərbaycan mediası bir-birinə qarşı tənqidi yazıların yayımını dayandırsa da, bu hadisə Azərbaycan hökumətinin Türkiyəyə münasibətdə özünün apardığı eyni təbliğat standartını tələb etdiyini göstərir. Bu isə iki ölkə arasında informasiya münaqişəsini deyil, həm də onların media azadlığının nə qədər məhdud olduğunu açıq şəkildə ortaya qoyur.